Beytdən bir rəvayət var ki, qiyamət günü insan hesaba çəkiləcək və Allah qarşısında dayanacaq. Allah ona deyəcək: mən xəstə idim, sən mənə baş çəkmədin. Niyə? Mən ac idim, sən mənə yemək vermədin. Niyə? Mən susuz idim, sən mənə su vermədin. Niyə? İnsan Allahın qarşısında çaşqınlıq içində qalacaq və cavab verəcək: bu necə mümkündür Allahım? Özünə kifayət edən Allah necə ola bilər ki, xəstə olsun, ac qalsın və ya nəyəsə möhtac olsun? Mən sənin nə dediyini anlamıram. Ömrümdə belə bir şey olmayıb. Allah ona düzünü deyəcək: xeyr, sənin iman yoldaşlarından biri xəstə olanda sən ona baş çəkmədin. Əgər baş çəksəydin, mən orada olardım. Sənin digər iman yoldaşın və ya qarşılaşdığın kasıb birisi ac idi və o səndən istəsə də sən ona yedin. Əgər ona yemək versəydin, mənə yemək vermiş olardım. Beləliklə Allah öz məxluqatına su verməyi, yemək verməyi, onları ziyarət etməyi özünü ziyarət və özünə yemək verməklə bərabər tutur.